Bayramımız mübarək. Bugün sonuncu çərşənbədir. Mən də işdən indi gəlmişəm, saat 7-yə qalıb və yorğunluqdan ölürəm. Amma ən son, yəni nə edə biləcəmsə mən onu eləyəcəm. Aşı bişirəcəm, tez bazar dilim batdı. Bir də mən şəkərbura sifarişlərini ayın 9-dan vermişəm. Amma bugün bayram olduğuna görə məcbur gələndə yol üstünə hərəsindən şəkərbura paxlava ədədlə 5 dənə 6 dənə aldım ki, bayram süfrəsi boş qalmasın. İndi öncə bu 3 gün əvvəl bişirdiyim, yəni 3 gün qalmış lobya supumu yeyəcəm ki, acından ölürəm, heç nə yeməmişəm işlə gün ərzində. Onu yeyim, özümə gəlim, ondan sonra başlayırım bayram hazırlığı görməyə. Yəqin ki, mənim kimi işləyən xanımlar var ki, evdə tək yaşayır və o da mənim kimi axşam gəlib ancaq çatdıra bilir, özü öz süfrəsini qura bilir. Yəqin ki, tək deyiləm. Yeməyimi yedim, artıq başladım işə. Toyuğu mən dərisini soyuram, heç sevmirəm. Çıxacaq. Toyuğu belə ortadan açdım. İndi bunu qəşəng yuyacağım, sonra qəşəng bunu düzləyəcəm, soğutlayacağım. Əlimdən nə keçirsə hamısından, nə bilim, ketçupla, mayonezdən qəşəng o şey eləyəcəm. Ondan sonra qoyacağım duxovkaya. Toyuğum hazırdır. İndi qoyduğumda nə vurdum? Əcəyim qutarıb, yəni ona görə əlimlə eləyirəm. Demək, duz, isot, qara bibər, pul bibər, sonra barbekü sos, bir də üstündə zeytinyağı gəzdirəcəm. Toyuğu qoydum bişməyə, düyünü də duzlu suda sıxmışam, biraz 15 dəqiqə özünə gəlsin, onu da dəmləyəcəm, qaynadır. İndi şəkərburamı, paxlavamı yığmaq istəyirəm. Badamburaları yığdım, 4 dənə almışdım badamburanı, uşaqlar ikisini almışam, şəkərburanı da qoydum. Şəkərburaları da yığdım, indi paxlavaları yığacağım. Bayramda yeni köçələcəklər. Mən arıqlamaq istəyirəm, amma bayramda çətin məsələdir. Çox çətin məsələdir. Qoğalım da var. Qoğalı necə deyim? Paxlavanı qoyacağım, şu qab dolacaq. Yoxsa qoğalı atdığımı qaba yığam. Necə deyim? Özdə bizim yanımızda Əhmədlidə neçə ildir, 10 ildir, 12 ildir biz ancaq qoğalırdı. Ancaq demir, başqa yerlərdən danışır, amma ancaq oranı bəyənirik. Əhmədlidə qoğal evi. Xəstəxananın yanı çox gözəldir. Möhtəşəmdir. Bax elə, istəyirəm, bax elə indi bunu bax belə yeyim, 5 şişin çay alsaydım, bunu yeyim. Amma yemirik, bayramda deyinə özümüzü buraxmırıq. Sonra çünki köçəlirik, peşman oluruq, özümüzü buraxmayaq. Ay, qoğalı qoydum, bu doldu axı. Paxlavaları yığım. Paxlavaları yığım bana. Oy, paxlavalar da, demək güzel paxlavalar. Paxlavaların şəkərlərini hamısını bu qoğal aldım yerdən aldım, çox qəşəng gediblər. Bu nədir? Allah, mən yeyim nə olar, amma köçənliyim, ay Allah. Bayrama özel olaraq mənə bir jest elə, köçənliyim. Bunları necə eləyim yığam? Aslında bir şey də yığa bilmirəm, yaz ona görə. Neyse. Ona görə arvadalanmadım da, bir dənə şey də yığa bilmirəm. Buna bax, ona da qəşəng yığılır. Mən niyə yığa bilmirəm? Neyse, qoy belə. Qoy belə geçsin. Alındı. Bir şey. Alındı. Bana da şükür. Bax, buna 12 manat pul vermişəm.